Valideyn haqqı çox böyükdür. Çox. Yəni nə qədər danışsaq bu mövzudan yenə də azdır. Yəni valideyn haqqı bu qədər önəmlidir İslam dinində, yəni bizim dinimizdə. Və Qurana baxsaq, Allahın kitabına, uca Allah Qurani-Kərimdə valideynlərlə necə rəftar etməyi bizlərə bildiribdir. Hətta onlara uf belə demək olmaz. Bıraq qışqırmağı, bağırmağı valideynin üstünə uf belə demək olmaz. Amma günümüzdə nə qədər insanlar var, valideynə əziyyət verir, valideynə zülm edir. Vallahi nə qədər belə insanlar var, nə qədər belə oğlanlar, qızlar var. Ki valideyni dindirirsən, valideyn qarğış edir uşağın əlindən. Deyir, ölsəydi canım qutarardı. Nə qədər belə valideynlər var. Valideyni o qədər yığır boğaza, bezdirir. Valideyn axırda nə edir? Övladı üçün görsən bəddua eləyir. Və övladından narazıdır. Yəni, bu insan başa düşməlidir ki, valideyni razı salmaq lazımdır. Valideynə yaxşılıq etmək, onu sevindirmək. Qardaş, ola bilər valideynə çox hədiyyələr ala bilmirsən, maddi imkanın yoxdur. Xoş söz söylə, gözəl söz söylə, qoy sevinsin, üzü gülsün. Buna görə də pul, maddiyyat lazım deyil ki. Yəni, valideynlə gözəl rəftar etmək,